Bəzən bir imtahanın nəticəsini təkcə bilik yox, qarşıya çıxan sualın məntiqini əvvəlcədən tanımaq da müəyyən edir. Son monitorinq imtahanından sonra yüzlərlə şagirdin, valideynin və müəllimin eyni fikirli ilə qarşılaşdım. Kaş bu tip sualları əvvəldən görə biləydik. Məhz o cümlə məni düşündürdü. Öz-özümə sual etdim ki, görəsən elə bir vəsait hazırlamaq olarmı ki, şagird yalnız test həll etməsin, həm də əsl monitorinq ab-havasını yaşasın. Bu sual mənim üçün sadəcə bir fikir olmadı və uzun aylar davam edən bir işin başlanğıcı oldu. Hər sınağı hazırlayarkən tək məqsədim səhifələri doldurmaq deyildi təbii ki. Məqsədim o idi ki, şagird kitabı açdığı ilk gündən etibarən monitorinq imtahanının düşüncə tərzinə alışsın. Və nəticədə qarşınıza çıxan bu vəsait ərsəyə gəldi. Kitabımızın üz qabığı bu formadadır. Müəllifimiz Orxan Əhmədov Azərbaycan dili və ədəbiyyat müəllimidir. Bu kitabda 60 monitorinq sınağı yer alır və ümumilikdə 1500-dən çox test tapşırığından mən istifadə etmişəm. Suallar yeni, orijinal suallardır və 250-dən çox mətn nümunəsi var. Amma mən inanıram ki, bu kitabı fərqləndirən əsas cəhət məncə rəqəmlər deyil. Əsas fərq ondadır ki, burada yerləşdirilən hər mətn, hər sual və hər tapşırıq müəyyən bir məqsədlə seçilib. Heç biri təsadüfi olaraq seçilməyib. İndi isə gəlin kitabın səhifələrini birlikdə vərəqləyək. Mən sizə burada hansı mətnlərin yer aldığını, sualların necə qurulduğunu və bu vəsaiti hazırlayarkən nələrə xüsusilə diqqət yetirdiyimi göstərəcəm. Bəlkə də bu videonun sonunda siz də mənim kimi düşünəcəksiniz ki, yaxşı hazırlıq çox test işləmək deyil, doğru və düzgün testi işləməkdir. Kitabın ilk səhifəsini açanda bu formada sizi qarşılayacaq Azərbaycan dili 6-cı sinif şagirdləri üçün monitorinq sınağı və vəsait haqqında bizim kiçik məlumatımız var. Məsələn, 6-cı sinif Azərbaycan dili fənni üzrə biliklərin qiymətləndirilməsi üçün nəzərdə tutulan bu topluya 60 monitorinq sınağı daxildir və bundan əlavə formatı nə formatdadır? Hər sınaq professional imtahan standartlarına uyğundur. 25 sualdan ibarətdir. 23 qapalı sualımız var və 2 açıq tipli sualımız var. Bundan əlavə mətn bazasında şagirdlərin oxuyub alınma bacarıqlarını inkişaf etdirmək üçün vəsaitə bədii, elmi, publisistik və əməli yazı üslublarında olan zəngin 4-5 mətnli sınaqlar da daxil edilmişdir. Bunlar nəzərə alınmışdır hamısı. Müəllif haqqında qısa məlumatımız var. Xəbərdarlıq və müəllif hüquqları var və burada elmi redaktorlar olacaq. Onlar da inşallah əlavə edəcəm. İndidən onların hər birinə təşəkkür edirəm. Və cavabları əldə etmək üçün mənimlə əlaqə saxlayacaqsınız və kitabı yalnız müəllifdən əldə edə bilərsiniz. Ön söz var. Yəni mən tərəfimdən istifadə edəcək şəxslərə ön sözdən istifadə etmişəm və mündəricatımız bu formadadır. 60 monitorinq sınağıdır və sınaqlarımız buradan başlayır. Monitorinq sınağı 1 və s. Burada bir neçə nümunələrə baxacağıq. Monitorinq sınağı 9 baxırıq, mətni oxuyuruq, 1-13-cü sualları cavablandırın. Kosmik tullantıların təhlükəsi haqqında bir mətnimiz var. Məsələn, mətndə hansı problemdən danışılır, müəllif mətndə nə üçün Kessler sindromu ifadəsindən istifadə etmişdir. Yəni, qısaca, sonra şəkilli 10-cu sualımız şəkilli sual tiplərindəndir və nəzər yetiririk 13-cü sualımıza və baxdığımız kimi 13-cü sualımız mətndən əsasən kosmik tullantıların yaranmasına səbəb olan amillər hansılardır? Mətndən 2 fikir seçib yazırıq və bu açıq sualdır və yeni tip monitorinq imtahanda istifadə olunmuşdur. 13 və 25-ci suallar digərlərində inşallah indi göstərəcəyəm. Və digər 14-19-cu suallar ikinci mətnimizə aiddir və görürsünüz yarım başlıqlar formasında verilmiş və onlara aid suallardan istifadə edilmişdir. Üçüncü mətnimiz var, kiçik bədii mətndir və biz burada şəkildən də istifadə etmişəm. Və növbəti, məsələn, 23-25-ci suallar köhnə obyektivin arxasındakı dünya və mətnlər orijinal mətnlərdir, sırf yeni seçilmiş mətnlərdir və suallar da onu kimi. Və görürsünüz, 25-ci sualda açıq sualdır. Səbəb nəticə əlaqəli suallardan istifadə olunmuşdur, klasterlərdən istifadə olunmuşdur, sonra personajlardan danışığı, müsbət mənfi xüsusiyyətlərindən tipli suallardan istifadə edilmişdir yerində və şəkilli mətnlərimiz də var içərisində. Mətni oxuyun, 17-19-cu sualları cavablandırın. Burada kimə yazılmışdır, mövzu nədir və kim tərəfindən, sinif nümayəndəsi tərəfindən üzr istəyirəm, yazılmışdır. Şahmat turnirinə bağlı bizə kiçik əməli yazı nümunəsi təqdim edilir və ona aid də suallarımız var. Bundan əlavə, məsələn, 20-25-ci suallar adsız mətndir və onu şagird özü mətnə uyğun ad seçməklə sualları da cavablandıra bilər. Mənbələr və video izahlarla, bölmələr və video izahlarla tanış ola bilərsiniz QR kod vasitəsilə və ümid edirəm ki, kitabın məzmunu, sualların quruluşu və ümumi konsepsiyası haqqında sizdə aydın təsəvvür yarada bildim. Kitabımızda
bu formada üz qabığı olacaq. Əgər siz də bu kitabı əldə etmək istəyirsinizsə, ilk tiraj üçün sifarişlər artıq qəbul olunur. Elə indi 051 661 14 11 nömrəsinə yazaraq mənimlə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, kitab yalnız müəllif tərəfindən, yəni mən tərəfindən satışda olacaq və mağazalarda çox gümankar satışda olmayacaq. Sifariş vermək və ətraflı məlumat almaq üçün mənimlə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, bu kitab monitorinq imtahanında uğur qazanma yolunda sizin ən etibarlı köməkçiniz olacaq. Salamat qalın.